nüfuzlu hakimi Əli Arğayev onun start stili səsləndirdi. Oyun başladı. Qəbələ Neftçi Misli Premyer Liqasının 9-cu turunun oyunu. Topununda mübarizə Edvin Kuç. Kuç Sambu ilə oynadı. Sambudan bir geriyə Vargas Dabanla Emin Mahmudov qapı qarşısına durur. Başla zərbə! Bassalı Sambu hesabı açmağa çox yaxın oldu. Erkən qol vura bilərdi qonaqlar. Əla ötürmə Dabanla Freddy Vargas'ın qapı qarşısına topu göndərdi Emin Mahmudov. Sambu da yaxşı mövqeyi seçmişdi. Başla zərbə edirdi amma top qapının üstündən keçdi. Neftçi azarkeşlərinin onun mövqeyində yer alıb. Domi Massumo əks-hücum şansı var Qəbələdə. Massumo sürət yığır. Massumo cərimə meydançasına. Massumo və boş qapıdan topu uzaqlaşdırdı Neftçi futbolçuları. Qəbələdən reaktiv sürət yığdı burada Domi Massumo. Hamıdan uzaqlaşdı. Əslində qapıya zərbə deyil, sanki ötürmə etmişdi qapı qarşısına. Amma artıq istədiyi kimi ötürmə etməyə gücü çatmadı sanki. Sangare cinaha çəkilir. Balua'nın mövqeyindən hücuma keçməyə çalışır. Dəyə götürmə verir. Adriel Balua. Balua və top dirəyin yanından keçdi. Bu hücum cəhdini öz yetirmələrinin ifasında Qahaber Skadadze işini göstərir. Əməlli topu qazana bilmədi. Balua sol cinahdan Nicat Əliyev hücuma dəstək verir və önü boşda irələmə imkanı var. Nicat Əliyev cərimə meydançasına yaxınlaşdı. Başını qaldırdı. Ötürməsini verdi. Başla zərbə! Top dirəyin qayıdır. Daha bir zərbə Piric. Hücum devam edəcək. Massumun ötürməsi. Şahin Şahniyarov zərbəsi alınmadı və yalnız indi Elvin Bədalov. Hər kəsin gözündən qaçdı. Ötürməsini verdi. Başla zərbə gəldi. Domi Massumudan və top tirə dəydi. Meydana qayıtdı. Təkrar zərbə. Sangare'nin ifasında giriş tərəfindən dəf olundu. Hətta burada tirə gedən topa toxum o komandasının askərindən çevrilir. Daha bir təkrar. Əla ötürmə, əla zərbə başla və əla seyf Piricdən məhz Piric topu tirə yönəltdi. Təkrar zərbəyə də reaksiya göstərməyə vaxt, güc, imkan tapdı. Piric olmasa hesabı artıq Qəbələnin xeyrinə idi. Şahniyarov yerlə Balua. Balua! Çox yaxın idi Qəbələ yenə. İkinci daxilə ilə onu qapı istiqamətini göndərdi. Top havadayken top santimetrlər topu qapıdan ayırdı. Gözəl zərbə. Qeyriyə qalındı. Seklə oynadı. Metio. Sağ cinaha. Farac. Farac cərimə meydançası. Faracın zərbəsi uzaq güncə və İshak Amoa topu meydandan uzaqlaşdırdı. Hər iki gol hesabını açmayıb Azərbaycanda, amma artıq 3 asist müəllifidir Ümad Farac. İzlə epizodun təkrarını bu rakursdan, Faracın rakursundan top qapıya gedirdi hər halda. Belə təəssürat yaranır. İri planda görürsün Sami Bakarov yollandığı isim hərəkətlərini yerinə yetirməyə və Qəbələ hücumdadır bu anda. Jaime Sierra'dan sağ cinaha Rəşidov oyuna aktiv qoşuldu, ötürməsini edir qapı qarşı başla zərbə Piric dirin altından topu çıxartdı. Bunu etiraf etmək lazımdır. Baxaq. Uğay Rəşidov dərhal qol ötürməsi mənfi ola bilərdi. İlk hissədəki hücuma çox bənzər bir hücum bu dəfə sağ cinahdan gəldi Qəbələ. Bu dəfə sağ cinah laterali ötürmə etdi. Gördü Nicatı, cinahı dəyişdi. Adriel Balua. Balua çəkir soluna, ötürməsini edir mərkəzə. Şahin Şahniyarov, Şahindən sol cinaha. İbrahim Sangare. Sangare zərbəsi yaxın güncə. Dəqiq olmadı. Ortiz fəal qoşuldu oyuna. Ötürməsi, Vincent Bakar topla ilk təması. Ötürməsi, Metio, zərbə və gol! Neftçi hesabı açır. İfrani Mevsi fərqləndi. Abu Bakar topa ilk toxunuşu ilə gol ötürməsinin müəllifi oldu. İzlə epizodun təkrarını. Abu Bakar saxladı topu. İkinci toxunuş, üçüncü toxunuş, dördüncü toxunuşla gol ötürməsini verdi. Və Metio'ya çox yaxşı ötürmə verdi. Metio bir toxunuşla topu qapıya göndərdi. 0-1. Neftçi hesabda öndə. Bu bir Abu Bakar klası. Böyük forvardın keyfiyyəti. Düşünülmüş ötürməkdir bu. Şübhə etmirəm. Ortiz sürət yığmağa çalışır. Ortiz atdı topu qaçır, amma Nicat Əliyev yorulmaq bilməyən Nicat. Top meydana çıxmayıb. Luis Ortiz ötürməsi. Abu Bakar! Bu da
debüt golü. Bu da ilk gol. Vincent Abubakar. Meydanda olduğu 10 dakika ərzində bir gol ve bir gol ötürməsinin müəllifi oldu. Fantastik başlangıç. Fantastik 10 dakika. Ne baş verdi burada? Baxırıq epizodun təkrarına Luis Ortiz. Topu attı, qaçdı. İncət Əliyev onunla mübarizə apardı. Amma sonda səhvə yol verdi. Top meydanda qaldı. Ortiz qapı qarşısına ötürmə etdi və Abubakar boş qapını dəqiq nişan aldı demək istəyirdim amma Ortiz. Onda gol ötürməsi qeyd etmək lazım dedi. Kurçi qapışı təpədə çıxa bilər. Kurçi uzaq küncə zərbəsi dəqiq alınmadı. Luis Ortiz də ikinci gol ötürməsi müəllifi ola bilərdi. Bu bir əvvəlki epizodun təkrarıdır. Süleyman Damadayev əvəzlədi Elşad Tağıyev. Bax elə bu epizodda Adriel Balua ötürməsi Ovusuya. Ovusu iki futbolçu önünü bağladı. Topu aldılar ondan. Ferdi İskəndərov pressingi və qayda pozuntusu. Bu isə Əli Arağayevin final fitidir. Neftçi Qəbələ səfərində. Çox çətin 90 dəqiqədə 2-0 hesablı qələbə qazanır. Samir Abbasovun yetirmələri ikinci hissədə İfyan Yemesio və Vincent Abubakar'ın debüt oyununda vurduğu golla